Əməkdar artist Aybəniz Haşimovanın qızı Aynişan Quliyeva haqqında yeni iddialar gündəmə gəlib. Mətbuat az xəbər verir ki, əsasən bloqçu kimi fəaliyyət göstərən Aynişan sosial media hesabı üzərindən gəlinlikdə fotolarını paylaşaraq aşağıdakı sözləri qeyd edib. Xoşlandığın qadına papatyalar verməlisin, hətta verməsən də olur. Şu topraklarda bir yerlərdə sənin üçün yaşayan papatyalar var desən yetər. İşte o papatyalar nasıl yerində güzəlsə, sən də benim yanımda öyle güzəlsin. Bizi koparmasınlar. Fotolar izləyicilər tərəfindən çox bəyənilsə də, xanım bloqçunun yenidən ailə həyatı quracağı ilə bağlı iddiaların da ortaya çıxmasına səbəb olub. Xatırladaq ki, Aynişan Quliyeva bir müddət öncə Kənan adlı bəylə olan evliliyini sonlandırmışdı.